İnsan bədəni sərhədlidir, amma insan beyni hədsizdir. Bu sözlər dünyada ilk dəfə 500 kiloqram çəkini qaldırmış idmançı Eddi Hala məxsusdur. O, bu çəkini qaldırdıqdan sonra müsahibələrinin birində belə demişdir. Onu mən yox, beynim etdi. Mən beynimi buna inandırdım ki, uşaqlarım maşının altında qalıb. Onları xilas etmək üçün bu ağırlığı qaldırmalıyam. Və o anda bədən normal güc limitini aşdı. Əzələlər deyil, şuur qaldırdı bu ağırlığı. 2016-cı ildə qaldırdığı 500 kiloqram çəki hələ də insan gücünün ən sərt simvollarından birinə çevrildi. Sonra 2017-ci ildə World Strongest titulunu qazandı. Eddi Hall gücün bu həqiqətini ispat etdi və insan bədəni sərhədlidir, amma insan beyni hədsizdir deyə fikrini bu cür ifadə etdi. Bəli, beyin hər şeyə qadirdir. Sadəcə onun dilini tut və nə olmaq istədiyinə onu inandır. Hər şey bu qədər sadə. Uğurlar.